Musiqidə variasiya forması ən qədim və geniş yayılmış formalardan biridir. Variasiya variantlılıq deməkdir və bir mövzunun dəfələrlə dəyişilmiş formada təkrarlanmasına variasiya deyilir. Variasiya formasının quruluşu A + A1 + A2 + A3 və s. şəkildə davam edə bilər. Burada A əsas mövzudur, sadə və yadda qalan quruluşda olmalıdır. A1, A2, A3 və s. bunlar isə həmin mövzunun dəfələrlə dəyişilmiş formada yeni pyes şəklində yenidən təqdim olunmasıdır. Variasiya formasının iki əsas növü var: ciddi variasiyalar və sərbəst variasiyalar. Ciddi variasiyalar daha çox klassik bəstəkarların yaradıcılığında, Haydnın, Mozartın yaradıcılığında rast gəlinir. Ciddi variasiyalarda mövzu öz sabitliyini qoruyur, saxlayır və demək olar ki, hər yenilənmiş variasiyada, hər yeni variantda yenə də mövzunu tanımaq və seçmək mümkün olur. Burada daha çox harmonik, ritmik və yaxud faktura baxımından dəyişikliklər baş verir. Sərbəst variasiyalar isə daha çox romantik bəstəkarların yaradıcılığında və demək olar ki, ilk dəfə Schumannın yaradıcılığında rast gəlinir. Burada mövzuda ümumiyyətlə köklü formada dəyişikliklər baş verir. Hər yaranmış yeni variasiyada demək olar ki, yeni bir pyes əmələ gəlir. Və temadan uzaqlaşdıqca hər növbəti variasiyanın daha çox mövzudan uzaqlaşmasını biz burada görə bilirik. Yenə də dəyişikliklər həm faktura, həm ritmik, həm ümumi quruluşda, harmonik quruluşda demək olar ki, baş verir, amma melodiyanı tanımaq və seçmək daha çətin formada olur.